Bugün ürək xəstəlikləri haqqında danışacağıq. Uşaq yaş qrupunda telefon, planşet qarşısında çox vaxt keçirmələri, ChatGPT-dən, yəni məsləhətləşirlər. Mən indi nə edim? hətta özlərinə diaqnoz qoyan xəstələrimiz də olur. Ətdən, duzdan, şəkərdən imtina etmək lazımdır. Biz onlara 3 ağ ölüm deyirik. Neçə vaxtdan bir kontrola aparmalıyıq? Ana bətnindən belə ürək qüsurlarını aşkarlamaq mümkündür. Bu qədər ürəyiniz ağrımasın. Hər vaxtınız xeyir. Rəsulova ilə söhbətə xoş gəldiniz. Bu gün də çox aktual və faydalı bir mövzuya toxunmuşuq. Ümidvaram ki, sizə doğrudan da faydalı olmağa çalışacağıq. Çünki bu gün ürək xəstəlikləri haqqında danışacağıq. Ürək tutmadan dünyalarını dəyişən insanların sayı həddindən artıq çoxalıb. Bu nəyə görə belə baş verir? Bu kimi suallarıma bugünkü qonağım cavablandırmağa çalışacaq. Qonağım isə uşaq kardioloqu Aysil doktor Nəsimovadır. Xoş gəlmisiniz. Xoş gördük Vəfa xanım. Mən də sizi salamlayıram. Öncəliklə dəvətiniz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. Deməli Aysil xanım, deyəcəksiniz ki, indi bir çoxları bəlkə də fikirləşəcəklər ki, uşaq kardioloqu və böyük xəstəlikləri. Adətən belə deyirlər ki, uşaq xəstəliklərini vaxtında müalicə etməyəndə bunları biz addım-addım sonradan orta yaşda olanda və yaxud da yaşlılarında da bunun əziyyətini çəkmiş oluruq. Yəni hər şey sıfırdan, yəni bu kiçik addımlardan başlayacağıq. Yəni elə ilk sualım budur ki, Aysil xanım, nə üçün bax bu son vaxtlar bu ürək tutmalar, ürək xəstəlikləri, ürək çatışmazlıq bu xəstəliklər, yəni sayı həddindən artıq çox olub. Əslində ürək xəstəlikləri hər zaman bütün dünyada ölümün ən çox səbəblərindən olubdu. Son zamanlarda isə ürək xəstəlikləri özünün pandemiya dövrünü yaşayır. Xüsusən də son 30 ildə bütün dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə fiziki aktivliyin azalması ilə, obezite dediyimiz kilo alımında artışla rastlaşırıq və bunun da əsas səbəbləri, yəni hazır qidalardan, paketli qidalardan, fruktozalı qidalardan, rafinə edilməmiş qidalardan çox istifadə olunması, bundan başqa fiziki aktivliyin azalması dedikdə ən çox uşaq yaş qrupunda telefon, planşet qarşısında çox vaxt keçirmələri, video oyunlar oynayaraq hərəkətsiz oyunlara maraq eləmələri ürək-damar xəstəliklərinin bu qədər artmasına gətirib çıxarıb. Bəs Aysil xanım, yəni çoxları deyirlər ki, yəni ürək ağrısı olanda bu heç məhz səbəb olmamalıdır ki, məhz ürəyin ağrıyır, sən ondan hiss eləyəsən ki, problem ürəyindədir. Yəni çoxları deyirlər ki, ürək ağrısı insanın bir çox bədənin orqanında ola bilər. Məsəl üçün əli ağrı, əlinə vura bilər, boyun nahiyəsinə vura bilər, belinə vura bilər. Doğrudur bu? Biz nəzərə alsaq ki, uşaq yaş qrupu ilə işləyirik. Uşaqlarda da bilirsiniz ki, onlar özlərini ifadə etməkdə, yəni danışa bilməyən körpə bir varlıqdan danışırıq. Bəli, onlarda yaş qruplarına görə bu xəstəliyin, ürək xəstəliklərinin əlamətləri dəyişir. Yəni bir yeni doğulmuş körpə ürək qüsuru olduğunu necə ifadə edə bilər? Ümumiyyətlə bilirik ki, ürək xəstəlikləri ən çox fiziki aktivlik zamanı özünü büruzə verir. Məsələn, bir yeni doğulmuş üçün fiziki yük, ən böyük fiziki yük qidalanmaqdır, ağlamaqdır. Ona görə buradan mən daha çox valideynlərə səslənmək istəyirəm ki, yeni doğulmuş bir körpədə qidalanan zaman, xüsusən də ananı əmən zaman yorulma, təngənəfəslik, göyərmə, qidalanma müddətinin uzanması, aşırı tərləmə, xüsusən də soyuq alınlar tərləyirsə, qidalanma müddəti uzanırsa, bunlarda ürək çatışmazlığının, ürək xəstəliyinin əlaməti ola bilər. Bir qədər böyüdükdən sonra isə hərəkət edən, qaçan, oynayan uşağı öz yaşlıları ilə müqayisə eləməliyik. Yəni uşaq öz yaşlıları ilə oynayarkən, velosiped sürərkən yorulurmu, yaşlılarından geri qalırmı? Daha sonra biraz məktəb yaşlı uşaqlar artıq özünü ifadə edə bildikləri üçün artıq onlar öz şikayətlərini dilə gətirə bilirlər. Döyüntü şikayətidir, idman sırasında bayılmadır, təngənəfəslikdir, döş qəfəsində, xüsusən sinədə olan ağrılardır. İndi bilirsiniz ki, əsrimiz də süni intellekt zamanəsi. Yəni onlar internetdən belə öz xəstəliklərini ChatGPT-dən soruşub məsləhətləşirlər. Mən indi nə edim? Buram ağrıyır. Həkimə müraciət çox önəmlidir. Düzdür, bəzən uşaqlar özləri valideynlərinə deyir ki, bizə kardioloqa ehtiyacımız var. Bizi bir kardioloqa aparmalısınız.
hətta özlərinə diaqnoz qoyan xəstələrimiz də olur. Ancaq biz adi bir bəsit bir sinə ağrısını, yəni CVT dediyimiz ciddi bir aritmiya ilə də poliklinikamızda rastlaşdığımız xəstələr olubdu və yaxud da panik atak dediyimiz çox belə həyəcanla, döyüntü ilə gələn uşaqların əslində sadəcə böyümə ağrıları dediyimiz sinədəki ağrıları görmüş oluruq. Yəni bunu yenə də deyirəm, burada bəzi yerlərdə bizə süni intellekt kömək olsa da, bəzi yerlərdə də bizim işimizə mane olmuş olur. Əksinə çətinləşdirmiş olur. Ümumiyyətlə Aysel xanım, bax indi siz də dediniz, bəzi əlamətlərini dediniz. Mən istəyərdim ki, elə burdan bütün bizi izləyənlərə demək istəyirəm ki, bir hamımız şahidiyik ki, ümumiyyətlə bizim insanlar həkimə getməyi sevmirlər. Çoxları deyirlər ki, neynirəm, yəni yaşlılardan da gedir, gənclərdən də gedir ki, neynirəm həkimə gedirəm. Həkimə gedəcəm. Ümumiyyətlə ilk növbədə mən yaxşı həkim tapmalıyam, araşdırmalıyam ki, həqiqətən də bu yaxşı həkimdir ya yox. İkinci növbədə mən həkimə, yaşlılar əsas deyir ki, mən həkimə gedəcəm, mənim bütün xəstəliklərimi deyəcək. Ümumiyyətlə mən fikirdən otura bilməyəcəm. Nəinki demir ki, mən müalicəmi edəcəm vaxtında və hansı bir xəstəlikləri qarşısını tez vaxtında almış olacam. Ümumiyyətlə ürək xəstəliklərinin, bir çox vaxt bu xəstəliklərin ilk əlamətləri hansılardır? Yəni təngi nəfəsdir, boğulmaqdır. Yəni insan hardan bilsin ki, bunun ürəyində problemi var? Çox doğru vurğuladınız Vəfa xanım. Həqiqətən də ürək xəstəlikləri özlərinin, yəni orqanizm bir siqnallarını, yəni öz əlamətlərini göstərir. Bu yəni xəstəlik keçirmədən bir müddət öncədən artıq biraz gənc yaşında insanlar əvvəlkinə görə daha tez yorulursa, əvvəlkinə görə daha tez təngi nəfəs olursa, xüsusən də yeriyən zaman, yəni yürüyüş zamanı sinədə bir yanma, ağrı, göynəmə hiss eləyirlərsə, bu ürək xəstəliyinin əlaməti ola bilər. Bir də belə bir sualım var ki, Aysel xanım, bir çoxlarımız bilirsiniz ki, ürək ağrısını sözsüz ki, insanın həyatında yaşadıqlarından irəli gəlir. Kimsə indi hansısa bir dövrü keçir, indi yaxınını itirir və yaxud da hansısa bir çətin bir vəziyyətə düşür, stres keçirdir və yaxud da stresdən sonra bilirsiniz ki, depressiya vəziyyəti var. Otururlar, ağlayırlar, belə deyim də, günlərlə, aylarla. Yəni stresin insanın ürəyinə hansı təsiri var? Əlbəttə ki, ürək-damar xəstəliklərinin əvvəldə də qeyd etdiyiniz kimi bu qədər artmasında stres faktoru ən böyük risk faktorumuzdur. Yəni bütün xəstəliklərin qaynağında təkcə ürək-damar xəstəlikləri deyil, yəni stres faktoru önəmlidir. Çünki bu zaman bildiyimiz kimi orqanizmada kortizol ifraz olunması və bu da stresin artması fonunda ürək-damar xəstəliklərinə də meyl yaradır. Ancaq biz uşaq yaş qrupunda daha çox anadan gəlmə ürək qüsurlarını görürük. Uşaqlarda deməli bu anadan gəlmə ürək qüsurlarının cəmi 25%, 1/4 kritik ürək qüsurlarıdır ki, hansı ki onlar əgər müalicə olunmazlarsa ilk 6 ayında biz bu uşaqları təəssüf ki itiririk. Ancaq digər yəni 200-ə yaxın ürək qüsuru var ki, bunların isə vaxtında diaqnostikası olunarsa biz onları çox yaxşı bir proqnozla müalicəsini və müayinələrini həyata keçirdirik. Bir çox xəstəliklərdə elə ilk faktor qidadır, düzdürmü? Yəni ürək xəstəliyi gələcəkdə də olmasın deyənə, bax elə bəlkə də siz də buna görə bəlkə də pəhriz saxlayırsınız. Bir çox insanlar deyirlər ki, ətdən, duzdan, şəkərdən imtina etmək lazımdır. Həqiqətən də bu belədir. Bəli, həqiqətən də o saydığınız 3 faktor çox önəmlidir. Biz onlara 3 ağ ölüm deyirik. Duz, un, şəkər. Bunlar yəni həqiqətən də xüsusən də indiki bu rafinə olunmamış qidalardan bu qədər istifadə etməklə, yəni qidalanmamız ən əsas ürək xəstəliklərinin risk faktorudur. Biz ən çox ürəyə faydalı gələn təbii qidaları məsləhət görürük. Təbii qidalanma deyəndə ən çox biz balanslı, tarazlaşdırılmış qida nəzərdə tuturuq. Çünki ürəyimizin maqneziuma da, kaliuma da, B vitamininə də, D vitamininə də, omega 3-ə də hər vitamindən, hər qidadan bir vitamin alır ürəyimiz. Ona görə də biz tək monoton qidalanma yox, biz balanslaşdırılmış qida qəbul eləməliyik. Əlbəttə ki, biz burada heyvani yağların yerinə daha çox
çox zeytun yağını məsləhət görürük. Daha çox qırmızı ətin yerinə balıq ətini, dəniz məhsullarını məsləhət görürük. Bildiyiniz kimi, yəni dəniz məhsulları omega 3 ilə zəngin olduğuna görə o da ürəyə əvəz olunmaz faydalı qidalardandır. Bir də Aysel xanım, bizi izləyənlər, mən bilirəm ki, çoxları hətta bizə yazırlar ki, trans yağlarla qidalanmaq çox ziyandır və yaxud da rafinə yağlardan istifadə etmək lazımdır. Yəni bəzilərimiz bilirlər, amma bəziləri də var ki, bilmir ümumiyyətlə trans yağlar hansılardır və yaxud da hansı qidaların tərkibində trans yağlar çoxdur. Yəni mən istəyərdim ki, bizi izləyənlərə bax bu məsələni daha aydınlaşdıraq. Bəli, trans yağlar işlənmiş yağlardır. Biz ən çox paketli qidalarda, yəni uşaqların da bilirsiniz ki, mağazinə, marketə getdikləri zaman ən çox diqqətlərini çəkən o paketli qidalardır ki, məsələn, çipsin tərkibində 30 milli trans yağı var və duzla da çox deməli duz ağırlıqlı olduğuna görə də, yəni əlavəli olduğuna görə biz elə paketli, hazır qidaları məsləhət görmürük. Ondan başqa bu duzun, trans yağların, fruktoza tərkibində çox olan qidalar, bunlar çubuqlardır. Məsələn, ən çox uşaqlar nə yeyirlər? Çubuqlardır marketə gedəndə. Sonra bu chips deyirlər. Lazımsız, hansı ki lazımsız qidalardır, uşaqlar dərhal ona əl atırlar. Amma lazımlı qidalara istəmirəm, sözün əsl mənasında naz eləyirlər. Ümumiyyətlə indi gənclərdə bu qədər piylənmənin artması, artıq çəkinin artması, bu ümumiyyətlə ABŞ-da bir tədqiqat aparılıb. Son illərdə xüsusən də 9-19 yaş qrupunda piylənmə 3 qat artıbdır. Yəni bilirik ki, bütün xəstəliklərin bünövrəsi uşaqlıq dövründən qoyulur. Ona görə də bugünkü obez, yəni piylənməklə, artıq çəki ilə gedən bir yeniyetmə gələcəyin obez bir gəncidir. Ona görə də biz valideynlər olaraq da, yəni valideynlərə buradan səslənmək istəyirəm ki, bütün uşaqlarımıza buraxacağımız ən böyük miras onlara sağlam həyat tərzini öyrətməkdir. Sağlam qidalanmağı öyrətməkdir. Bütün bunların çünki bünövrəsi məhz uşaqlıq dövründən qurulur. Onlara faydalı qidaları alışdırmaq, onlara öyrəşdirmək lazımdır ki, hansı qidalarla, hansı həyat tərzi, fiziki aktivliyə öyrətmək, idman, daha çox hərəkətlər eləmək, idman növü ilə məşğul olmaq. Yəni bu çox önəmli bir gələcəkdə ürək-damar xəstəliklərinin yayılmaması üçün önəmli bir risk faktorudur. Məsəl üçün siz idmanı qeyd etdiniz. İdman demişkən, yəni biz bilirik ki, ürəyimiz əzələdir və o əzələni nə qədər işlətsək, bir o qədər də sağlam olarıq. Bəli. Amma çoxlarımız bilmirik. Ümumiyyətlə idmana başlamadan öncə və yaxud da uşaqlarımızı idmana yazdırmadan öncə nələri bilməliyik, nə etməliyik öncə? Bəli. Bu çox önəmli bir, aktual bir məsələdir. Yəni son zamanlarda da biz həm böyük yaş qrupunda, həm uşaq yaş qrupunda təəssüf ki, idman meydançasında fiziki aktivlik zamanı ani ürək dayanması ilə, ani kardiak ölümlə rastlaşdığımız halları hər kəsə məlumdur. Bilirik ki, idmanla, məhz professional idmanla uşaq yaşlarından məşğul olmağa başlanılır. Ona görə bu dünya bu üzərinə çox araşdırmalar aparıb və Amerika Kardiologiya Cəmiyyətinin tövsiyələrinə görə, xüsusi idman populyasiyasına görə kardioloji skrininq aparılmasını işlənib hazırlanıb və tövsiyə olunur. Bu müayinələr nədən ibarətdir? Öncəliklə, yəni hər bir uşaq idmandan öncə mütləq ürək müayinəsindən keçməlidir. Professional idman növü ola bilər, qeyri-professional idman növü ola bilər. Biz öncəliklə hər bir uşağı fizik müayinədən keçirdirik. Ondan sonra uşağın ailə hekayəsini dinləyirik. Ailəsində ani ürək ölümü varmı? Ürək xəstəliklərinin yayılma riski nə qədərdir? Uşaq xüsusən də idman sırasında bayılma, təngənəfəslik, döş qəfəsində ağrı hiss eləyirmi? Daha sonra isə bu kardioloji müayinə, bu skrininq dediyimiz müayinəyə kardioqramma, elektrokardioqramma ilə ürək ritmini dəyərləndiririk. Exokardioqrafiya ilə ürəyin quruluş, struktur patologiyaları varmı, yoxmu? Buna əmin oluruq. Və efor testi dediyimiz fiziki yük verərək, sanki idmandakı kimi onları qaçırdırıq. Fiziki yük zamanı ürək ritmində baş verən dəyişiklikləri, yəni onlar onu dayanıqlığını tolerə edirmi, etmirmi? Daha sonra biz idmana başlamağa icazə verə bilirik uşaqlara. Ürək xəstəlikləri. Düzdür, indi belə deyək də bu xəstəliklərin artıq yaşı yoxdur. Müxtəlif yaşlarda sən artıq şahid olursan ki, hansı xəstəlikdən insanlar əziyyət çəkirlər. Yəni amma ürək xəstəliklərinin neçə yaşdan başlayır?
Yəni adətən belə deyək də çox bir xəstəliklər, bu ağır xəstəliklər neçə yaşdan sonra başlayır? Ümumiyyətlə biz anadan gəlmə ürək qüsurları, yəni adından da məlum olduğu kimi ana bətnindən artıq formalaşmağa hansı xəstəliklərdir başlayır. anadan gəlmə? Anadan gəlmə ürək qüsurları göy və göy olmayan qüsurlar olmaqla iki qrupa bölünür. Bu qüsurlar ürəyin quruluşundakı, yəni boşluqlar arasındakı dəliklərdən, damarlardakı darlıqlar, qapaqların struktur pozulmaları, qapaqlardakı çatışmazlıqlar. Nədən irəli gəlir? O gendənmi irəli gəlir, yoxsa hamilə vaxtı ana elə uşaq bətnində olanda, yəni ana düzgün qidalanmır, yoxsa hansı bir hallar yaşayır, ondanmı da irəli gəlir? Yəni burada multifaktorial dediyimiz bir çox səbəblər vardır. Burada səbəbini bildiyimiz səbəblər var, hansı ki biz onların qarşısını ala bilirik, ancaq bilmədiyimiz səbəblər də var. Bildiyimiz səbəblərdən o maternal dediyimiz anadan qaynaqlanan səbəblər var, ətraf mühitdən qaynaqlanan səbəblər var və genetik səbəblər var. Anadan qaynaqlanan səbəblərdən çox haqlı olaraq qeyd etdiniz ki, ananın keçirdiyi xəstəliklər, xüsusən də revmatizmal xəstəliklər, hamiləliyin ilk trimestrində, ilk 3 aylığında ananın keçirdiyi infeksion xəstəliklər birbaşa dölün, yəni fetusa təsir eləyən amillərdən, risk amillərindəndir. Ondan başqa ananın içdiyi dərmanlar, bura teratojen dərmanlar aiddir, hansı ki daha çox neyropsixiatrik dərman qrupu bura aiddir. Daha sonra radiasiya, xüsusən də rentgen şüalarına məruz qalma. Bunlar hamısı ananın risk faktorlarıdır. Bundan başqa genetik risk faktorları vardır, hansı ki məsələn genetik sindromlarla bəzi hamiləliklər davam edir ki, bu ürək qüsuru da genetik sindromun bir parçası ola bilir. Bir də mən buradan fürsətdən istifadə edərək istəyərdim ki, bizim yeniyetmələrə də bir söz deyək. Yəni bilirsiniz ki, bir çox yeniyetmələr internet vasitəsilə və ya da çoxları heç valideynlərinin sözünə baxmırlar. Xoşa gəlməz bu adətlərdən, yəni söhbət tütündən, yəni siqaretdən gedir. Eyni zamanda bu spirtli içkilərdən, alkoqollu içkilərdən, enerjili, bu indi çox yayılıb bax hər yerdə. Enerjili içkilərdən istifadə edilir. O bax bu içkilərin və bu siqaret çəkənlərə, yəni nə demək istəyirsiniz? Bütün saydıqlarınız, sadaladıqlarınız çox önəmli bir sosial bir problemdir. Mən fürsətdən istifadə edib buradan daha çox valideynlərə dediyiniz kimi yeniyetmə çağı olduğuna görə burada daha çox kontrol valideynin əlindədir və nə qədər ki o çağı biz yeniyetmə dövrünü kontrol eləyə bilirik, düşünürəm ki ən gözəl tərbiyə nümunədir. Yəni bir övlad, bir valideyn ailəsində tütün çəkən görməsə və yaxud valideyn evə o paketli qidaları alıb gətirməsə, onlara təməlini sağlam qida ilə qoysa, inanın ki, o uşaqlar ona çox meyil eləməyəcəkdir. Mən buradan valideynlərə səslənmək istəyirəm ki, xüsusən yeniyetmə çağında olan uşaqların yanında o pis vərdişlərdən uzaq durulsun. Yəni alkoqol, siqaret məmulatları uşaqların yanında istifadəsi qətiyyən yol verilməzdir. Ondan başqa energetik içkilər dediniz. Yəni bunların tərkibində xüsusən kofeini qeyd eləmək istəyirəm. Yəni kofein bildiyiniz kimi təkcə bunların yox, kofenin, yəni bizim populyasiya olaraq çayı çox sevirik. Ancaq təəssüf ki, çayın da tərkibində kofein hansı çox çayın? Qara çayın, bəli. Yaşıl bəz? Daha çox qara çayın tərkibindədir. Ümumiyyətlə biz bəs deyirlər yaşıl çayın tərkibində kofein daha çoxdur, nəinki qara çay. Qara ümumiyyətlə biz qara çay, ümumiyyətlə yaşıl çay bunlardan daha çox bitki çaylarını məsləhət görürük. Misal üçün çoban yastığı ola bilər, raziyana çayı ola bilər. Çoban yastığını içəndə gün ərzində hamı yuxlayar. Stres zəmanəmizdə bu stresi bu qədər nəzərə alsaq, əksinə biraz da sedativ təsir nəticəsində sinir sistemini sakitləşdirə bilər. Energetik içkilər daha çox aritmiya zəmin yaratdığı üçün bu kofeinli içkilərdən uzaq durulması yeniyetmə yaşında ən birinci məsləhət görə biləcəyimiz amildir. Ondansa mənə elə gəlir ki, bizim yeniyetmələr daha çox bu xoşa gəlməz bu vasitələrdən istifadə etməkdənsə idmana getsinlər, idmana yazılsınlar, kimsə kardio ilə məşğul olsun, yəni qaçışla məşğul olsun və yaxud da fiziki aktivlik, yəni fiziki bu idman növləri var ki, onlardan məşğul olsunlar. Amma sağlam olmaq üçün biz hansı idmanla məşğul olmalıyıq? Yəni kardio
kardio ilə, yoxsa fiziki bu ağır idman növü ilə? Bəli, o ağır idman növü dediyiniz statik idman növü var, bir də dinamik idman növü var. Biz kardioloqların ən çox məsləhət gördüyü məhz dinamik idman növüdür. Bura aiddir tenis, futbol, yerimə, üzmə, velosiped sürmə kimi aktivitetlər aiddir. Biz bunu daha çox məsləhət görürük. O digər ağırlıq qaldırma dediyiniz statik idman növündə isə oksigen daha az istifadə olunur, ancaq əzələ gücü çox istifadə olunur. Yəni burada ağırlıq qaldırma, boks, güləş kimi idman növlərini göstərə bilərik ki, bu da xüsusən ürək problemi olan uşaqlara çox tövsiyə eləmirik. Bəli, idman növlərinin klassifikasiyasına baxsaq, ən yüngül idman növləri klass 1A-da bowling, bilyard, bir də golfdur. Yəni bunu ən ağır ürək patologiyası olan uşaqlara belə, hətta əməliyyatdan sonra da 3-6 ay keçdikdən sonra məsləhət görə biləcəyimiz idman növüdür. Yəni idman növləri növünə görə fərqlənir. Ancaq bütün uşaqlara aktiv olacaqları, məşğul ola biləcəkləri idman növünü əlbəttə ki, kardioloji müayinələrdən sonra biz valideynlərlə məsləhətləşib istiqamət verə bilərik. Valideynlər demişkən, ümumiyyətlə bizim xanımlar, yəni hamilə qadınlar nə üçün hamilə qalmadan öncə və sonra da mütləq ürək bu kontrolundan keçməlidir? Yəni ki, nəyə görə bu vacib hesab olunur? Əslində bütün hamilələr daha çox qadın doğum həkimləri, ginekoloqların və radioloqların nəzarətində hamiləliklərini davam etdirirlər. Onların aylıq kontrollarını deməli öz həkimləri aparır. Ancaq hamiləliyin artıq 11-ci həftəsindən etibarən ürək qüsuru varsa, bu aşkarlana bilir. Və daha irəli həftələrdə, 16-18-ci həftələrdə onlar əgər ürək qüsuru aşkarlanıbdırsa, uşaq kardioloquna yönləndirilib. Yəni biz ürək qüsurunun ağırlıq dərəcəsini, proqnozunu ailə ilə və həkimi ilə mütləq qərarlaşdırıb bir plan qurmalıyıq. Çünki ürək qüsuru ilə doğulan bir uşağın necə bir mərkəzdə doğulacağı, yəni ona multidisiplinar yanaşma mütləq olmalıdır. Doğulduğu mərkəzdə həm ürək-damar cərrahiyyəsi, uşaq kardiologiyası, yeni doğulmuş reanimasiyasının olması çox önəmli faktorlardır. Çünki bəzən bir günlük uşağa belə, yəni doğum anında həmən ürək qüsurunu görüb və həmən müdaxilə elədiyimiz, dərman müalicəsi başladığımız xəstələrimiz olur ki, onlar üçün məhz hamiləlik dövründə bu ürək patologiyasının bilinməsi həyati vacib bir məqamdır. Bəs bir də Aysel xanım, yəni biz biraz da əvvəl qeyd etdik ki, qidalanma da çox önəmlidir. Çox yemək insan orqanizminə necə təsir edir, xüsusilə də ürəyə? Uşaq yaş qrupunu izlədiyimizə görə bizim üçün önəmli olan uşağın aylıq kontrollarında normal inkişafına görə çəkisinin, boyunun normal olması bizim üçün kifayətdir. Çünki bildiyiniz kimi ürək xəstəliklərində ən birinci problemlərdən biri də çəki alma problemidir. Xüsusən də anadan gəlmə ürək qüsurlarında bildiyiniz kimi ürəyin strukturundakı patologiyalar, məsələn, ən çox görülən ürəkdəki dəliklər nəticəsində kirli qanla təmiz qanın qarışmasına səbəb olaraq uşaqların daha çox kaloriyaya ehtiyacları olur. Onlar daha tənginəfəs olurlar, daha çox ürək yükləndiyinə görə onların çəki alma problemlərinə rastlaşırıq. Yəni boyları normal uzansa belə çəkiləri hər zaman yaşlılarından geri qalır. Və nə üçündür bu, dediniz? Dediyim kimi, yəni ürək qüsuru uşaqların çəki alma problemləri, onlar hətta yuxuda olduqları zaman belə ürəkləri digər uşaqlara görə daha sürətli döyünür. Yəni ürəkdə patologiya olduğuna görə, o patologiyaya bağlı olaraq uşaqların daha çox enerjiyə ehtiyacları olur və yüksək kalorili qidalara ehtiyac duyurlar. Daha öncə də əvvəldə sadaladığımız kimi bu, yəni körpə dövrdən belə, yəni yeni doğulmuş bir uşaqda belə biz aylıq çəkiyə baxıb ona görə müalicəmizi davam elətdiririk. Çünki hər ürək patologiyasına, hər ürəkdə gördüyümüz problemlərə həmən dərman müalicəsi və yaxud həmən əməliyyat demirik. Bəzilərini sadəcə izləyirik. Yəni bu bizim izləmə dövrümüz ayda bir dəfə bizim o kontrola çağırdığımız xəstələrdə ürək boşluqlarında yüklənmə dediyimiz genişlənmə əlamətləri görürükmü? Ürəkdə hər hansı bir ürəyi rahatlatmaq üçün dərman müalicəsinə ehtiyacı varmı deyə biz bu uşaqları təqib eləyirik. Və ən əsası da çəki almayan uşaqlara ürək çatışmazlığı müalicəsini başlayırıq. Əgər ürəyin əlbəttə ki, ürəkdəki qüsurlar növünə görə, aşkarlanma vaxtına görə
proqnozları dəyişir. Ancaq yeni doğulmuş dövrdən bəri izlədiyimiz uşaqların böyük əksəriyyətinin əgər kontrollarında hər şey qaydasında gedirsə, bəlli bir müddətdən sonra öz-özlüyündən qapanan dəliklər daha çox görürük. Ancaq müalicəyə cavab verməyən, çəki ala bilməyən, tez-tez sıx-sıx ağciyər infeksiyası keçirən uşaqlar təəssüf ki, dəlik də zamanla böyüyürsə, ancaq o uşaqlara qapatma məsləhət görürük. Uşaqlarımızı bu böyüklərə də düzdür aid, amma hələ ki uşaqlardan başlayaq. Neçə vaxtdan bir kontrola aparmalıyıq ki, yəni ürək qüsurlarını vaxtında bilmiş olaq? Əslində hal-hazırda texnologiyanın, tibbin inkişafı ilə ana bətnindən belə ürək qüsurlarını aşkarlamaq mümkündür. Yəni ana bətnində şübhələnib kardioloqa göndərilən xəstələr aşkarlanırsa, biz bu xəstəliklərin bayaq da qeyd etdiyimiz kimi hamiləlik dönəmini izləyirik və daha sonra doğuşdan sonra uşağı nə gözləyəcəyi, hansı tür neçə cür əməliyyatlardan keçəcəyini biz ailəni maarifləndiririk, yəni məlumatlandırırıq. Ancaq deyək ki, hamiləlik dövründə bir patologiya olmadı, uşaq doğuldu, normal oksigen saturasiyası ilə, yəni göyərməsi yoxdur, təngənəfəsliyi yoxdur, pediatr müayinə eləyir, yəni yeni doğulmuş həkimin, neonatoloqumuz bunu müayinə eləyir və evə göndərir. Evə çıxdıqdan sonra, xüsusən də 2-3 gündən sonra uşaqda anidən bir göyərmə görsələr, yeni doğulmuşun qidalana bilməməsini, yorulmasını görərlərsə, bu səssiz gedən bir ürək xəstəliyinin əlaməti ola bilər. Dediyim kimi kritik, yəni kompleks ürək qüsurları məhz ilk 6 ayda həyatı təhlükə daşıyır. Ona görə də ilk 6 ayda uşaqların ürək müayinəsindən keçməyini məsləhət görürük. Yəni ola bilər ki, uşaq həkimi heç bir küy eşitməz. Yəni hər ürək qüsuru küylə olmaz. Hər ürək qüsuru göyərməklə olmaz. O qədər ağır qüsurlar var, damar tıxanıqlıqları var ki, onlarda biz sadəcə küy, sadəcə göyərmə, sadəcə təngənəfəslik deyil, exokardioqrafik müayinə ilə, yəni ürəyin ultrason müayinəsi ilə patologiyanı aşkarlayıb ciddi bir qüsurun qarşısını zamanında aşkarlamaqla ala bilərik. Göyərmək demişkən, yəni yeni doğulmuş uşaqlarda bəzən olur ki, bəzən bu çənə hissələri, bu hissələri göyərmiş kimi. O nəyi göstərir? Yəni bilməyənlər də bilsinlər buradan. Bəli. Daha çox o dediyiniz ağız ətrafında, ağız-burun üçbucağındakı göyərmələr, göz altındakı göyərmələr ürəklə bağlı olan göyərmələr deyil. Ağzın selikli qişasında, dil və dodaqlarda, barmaq uclarında gördüyümüz göyərmələr daha çox ürək qüsurunun əlamətidir. Aha. Bir də doktor, COVID infeksiyası insan bədəninə necə təsir göstərdi və hal-hazırda bu xəstəliklərin artması həqiqətənmi COVID infeksiyasından sonra oldu? İnfeksiyaları çox düzgün vurğuladınız. Yəni təkcə SARS infeksiyası, yəni COVID-19 infeksiyasından sonra yox, uşaqlarda daha çox boğaz infeksiyası sonrası, özəlliklə də A qrup beta hemolitik streptokoklardan sonra kəskin revmatizmal qızdırma dediyimiz el arasında revmatizma kimi bilinən xəstəlik məhz qazanılmış ürək xəstəliklərinə. Streptokok hansı ki, uşaqların ağzından pis qoxu gəlir, irinləmə olur, səhv etmirəmsə, düzdür? Bəli, hətta çürük dişlərdən belə, ağızda bunlar da boğaz infeksiyasının, necə deyim, infeksiya ocağı kimi qəbul olunur və bu dişdən boğaza keçir. Bəli, ağız suyu vasitəsilə ürək qapaqlarımızı zədələyə bilir və ürəkdə geri dönməz, hətta qapaq dəyişmə əməliyyatına gedən ağır ürək fəsadları verə bilir. Ona görə də biz, yəni el arasında belə deyirlər, revmatizma oynaqları yalayır, ürəyi dişləyir. Yəni həqiqətən də bizim populyasiyada bu xəstəlik çox geniş yayılmışdır. Burada da mən daha əvvəllərlə müqayisədə bir müsbət dinamikanı paylaşmaq istəyərdim ki, hal-hazırda ölkəmizdə profilaktik, preventiv səhiyyənin inkişafı ilə, poliklinikalarda göstərilən xidmətlə, yəni bu uşaqlar daima saha həkimləri ilə, ailə sağlamlıq mərkəzlərində sıx nəzarətdə olduqlarına görə onlar bu daha çox maariflənir, daha çox vaxtında boğaz infeksiyaları, boğazdan yaxma götürülməklə müalicə olunaraq bu xəstəliklər gedərək azalmasını müşahidə edirik. Bir də el arasında çox deyirlər, misal üçün insanlar bir-birlərinə deyirlər ki, filan kəsin ürəyi böyükdür və yaxud da bilmirsiniz, xəbəriniz yoxdur, mənim ürəyim böyükdür. Biz indi öz ürəyimizin ölçüsünü
Hardan bilə bilərik? Bəzən deyirlər ki, ovucla ölçmək olur. Bu doğrudur. Məsəl üçün 2 ovucu belə birləşdirirsən və öz ürəyinin ölçüsünü, təxmini ölçüsünü bilə bilərsən. Bu doğrudur ya yox? Yəni uşaqlarda bu daha çox yaşa və boya görə, yəni bədən kütlə indeksinə görə biz bu ölçüləri götürürük. Çox bəzən bizə müraciətlər olur. Yanlışlıqla məsələn uşaqda pnevmoniya, başqa bir ağciyər infeksiyası keçirir. Təsadüfi çəkilmiş bir rentgendə ağciyər kölgəliyindən, yəni ürək sərhədlərində böyümə görürlər. Bizə ürəyi böyükdür deyib gələn xəstələr müraciətlər olur. Amma ən doğrusu bunun exokardioqrafik müayinə ilə ürəyin içdən içə mədəciklərində ölçdüyümüz ölçülərdir ki, biz də bunu hər yaşa və çəkiyə uyğun hesablayıb, yəni bunun bir skorlaması var. Yəni Z skorla dediyimiz bir ölçünü, yəni ən dəqiqini bizə uşaqlarda ölçüləri o skorlama verir. Onda bu da bir fəsad kimi hesab olunur da. Yəni Əlbəttə ki, yaşdan artıq elə bir ürəyin böyüməsi, ölçülərinin bu böyüməsi, olması. bu hər hansı bir ürək böyüməsi kardiomiopatiya dediyimiz ağır bir ürək xəstəliyinin əlamətidir ki, bu ürək çatışmazlıqlarında, müalicə olunmayan ürək qüsurlarında ən birinci siqnaldır. Yəni ən birinci ürək genişlənməsi görürüksə, bu bizim proqnozumuzu çətinləşdirir, artıq iç işdən keçmiş sayılır. Yəni çünki məsələn ürəkdə xırda bir qüsur var, bu zamanda aşkarlanıb müalicə oluna bilərdi. Ancaq müalicə olunmasa ürək genişlənməsi geri dönən bəzən proses olmur. Yəni uşaq elə bir yaşa gəlib çata bilər ki, o defekti bərpa eləyərik, ancaq o genişlik əvvəlki o remodeling gəlmə olur. Anadan gəlmə olan ürək genişliyi bu kardiomiopatiyalarda dediyim kimi ürəyin genişlənməsi ilə, divar qalınlaşması ilə və yaxud non-compaction dediyimiz ürəyin o girintili, çıxıntılı ürək toxumasının miokardın struktur pozulmaları ilə gedən kardiomiopatiya növləri fərqlənir. Bunlar anadan gəlmə olmağı proqnozu daha da çətinləşdirir. Çünki bu artıq ürəyin əzələ xəstəliyidir. Yəni bu uşaqlar ömürlərinin axırına qədər ürək əzələsi get-gedə zəiflədiyi üçün daima dəstək müalicə almalıdırlar. Hətta bunlar ürək dəyişmə əməliyyatına qədər gedirlər. Ancaq biz həkimlər heç vaxt yəni bilsək belə ki, bu uşaq doğuşdan, yəni ən pis proqnoz dediyimiz o anadan gəlmə ürək genişliyi ilə doğulubdur və bu sadəcə ürək əzələsini qüvvətləndirən müalicələrlə həyatda qalacaq. Yəni dolayısıyla biz bunu valideynə də düzdür bildiririk ki, bunların ömrü yəni bir qədər qısa olacaq. Ancaq yenə də biz həkimlər olaraq o uşaqlardan əlimizi heç bir zaman üzmürük. Biz sonuna qədər onlarla mübarizə aparırıq. Çünki kimin nə qədər yaşadığı deyil, o yaşadığı zaman dilimində necə yaşadığı daha çox önəmlidir. Bu tarixdən gördüyümüz Sultan Fatih Mehmet 21 yaşında İstanbulu fəth edibdi. Şah İsmayıl Xətai 15 yaşında taxta çıxıbdı. Yəni hansı yaşda uşağın hansı uğur qazanacağı burada bizim üçün çox önəmlidir. Bəli, aydındır. Uşaqlar bir də görürsüz bir-birləri ilə xoşa gəlməz bir oyunlar oynayırlar, bir-birlərini qorxuzurlar, anidən diksindirirlər və yaxud da indi el arasında qıdıqlayırlar. Deyirlər ki, o da ürəyə çox ziyandır. Yəni bu kimi oyunlar uşaqlarda hansı xəstəliklər misal üçün yarada bilər və yaxud da necə ürəklərinə təsir göstərir? Əslində verilişin əvvəlində də qeyd etdiyimiz kimi gördükdə ki, uşaqlar bir-biri ilə açıq havada fiziki aktivdirlər, oynayırlar. Bu əlbəttə ki, bizi sevindirir. Ancaq o dediyiniz tam həqiqəti əks etdirməsə də, o yəni birbaşa ürək xəstəliklərinə zəmin yaratmasa da, ancaq yenə də uşaqların necə deyim, təngənəfəslik, yəni anidən bir panika, anidən necə ki böyük insanlarda bir qəfləti bir stres ürək xəstəliyinə zəmin yarada bilər. Eləcə də uşaqlarda bu kimi oyunlardan qaçılmasını məsləhət görərdik. Bu kimi oyunlar demişkən, xüsusilə indiki uşaqlar Roblox oyununu çox oynayırlar, telefonlardan yükləyiblər. Mən bilirəm ki, çox yayılıb bu uşaqlarda, mənim oğlumda da bu Roblox. Çalışıram ki, pozum. Siz də çalışın, pozun, başını başqa oyunlarla qatasınız. Daha Aysel xanım dediyi kimi havada fiziki aktivlik, digər idman növünə yazdırasınız ki, daha faydalı olsun. Həm sizin üçün rahat, həm də uşaqlarınızın gələcəyi üçün. Fürsətdən istifadə edərək demək istəyirəm ki, bizi YouTube kanalında izləyə bilərsiniz. Bunun üçün elə aşağıda qeyd olunan həm Instagram, həm YouTube səhifələrinə abunə olun. İzləyirsinizsə, hansı bir faydalı
faydalı bir xəbər alırsınızsa, mütləq heç olmasa bəyənmə düyməsini də basmağı unutmayın. Abunə də ola bilərsiniz ki, gələcəkdə digər qonaqlarımız olanda, həkimlərimiz olanda onlardan da faydalı xəbərlər, informasiya almış olasınız. Və sonuncu sualım, mən bilirəm ki, çoxları bu sualı gözləyirlər. Mən istəyərdim ki, siz də fürsətdən istifadə edərək bizim valideynlərə hansı 5 məsləhətinizi verə bilərsiniz? Siz axı hər gün onlarla qarşılaşırsınız. Birinci mesajım, hər uşaq bir dəfə də olsun ürək müayinəsindən keçməlidir. Yəni bu şikayət olmasa belə o gizli gedən ürək xəstəlikləri üçün çox önəmlidir. İkinci mesajım, dediyimiz kimi uşaqların hal-hazırda passiv, hərəkətsiz oyunlar yox, bunları fiziki aktiv oyunlarla əvəz olunmasını valideynlərə məsləhət görərdim. Üçüncü məsləhətim, daha çox uşaqlarda qazanılmış ürək xəstəlikləri olmasın deyə diş baxımına çox önəm versinlər. Yəni çürük dişləri ciddiyə alsınlar. Çünki bu birbaşa infeksiya ocağıdır. Bu da boğaz infeksiyasına və ikincili olaraq uşaqlarda revmatizma, qazanılmış ürək xəstəliklərinə gətirib çıxara bilər. Burada həm süd dişləri, həm də ki, belə obri dişlərdə, yəni daimi dişlərdə. Çürük diş ağızda çürük diş olmamalıdır. Bəli, hər bir halda çürük dişlər müalicə olunmalıdır. Dördüncü mesajım, yeməklərinə və içməklərinə uşaqların nəzarət olunsun. Çünki yemək dedikdə biz hazır qidalar, paketli qidalar, fruktozalı qidalardan, çox duzlu qidalardan uzaq durulması lazımdır. İçkilərdən isə daha çox kofein tərkibli içkilərdən uzaq durulmasını məsləhət görürük. Bura çay, kofe, şokolad, yəni bütün bu qidalardan, qazlı içkilər, kofein tərkibində olan kofeinli qidalardan uzaq dururuq. Ona görə ki, bunlar birbaşa aritmiya yaranmasına, aritmiya üçün zəmin yaradır. Amma Aysel xanım, mən indi açığı deyim ki, biz uşaqlarımıza burada çaydan imtina edib və çoban yastığı çayını dəmləyib onlara içizdirə bilmərik. O zaman çox açıq içəcəkdilər. Yəni çay içsələr belə tünd yox, çox açıq çay verəcəyik uşaqlarımıza. Qətiyyən şirin çay verməyəcəyik. Yəni bu bizim düzdür. Az şirin də, az şirin. Heç olmasa yəni elə deməyək ki, yəni qətiyyən uşaq şirin çay. Biz necə onlara deyək ki, olmaz. Tamam, onda onu demirəm. deyin. Tamam, çay olar, ancaq çayı açıq içəcəkdilər. Çox tünd şokolad, tünd qəhvə, ümumiyyətlə 12 yaşa qədər qəhvə uşaqlara məsləhət görülmür. 12 yaşdan sonra isə ancaq 200-300 milli məhdudlaşmalıdır. Amma kakao olar, hə? Bəli. Yenə də deyirəm, biz burada hamiləlik dönəmindən bəri analarda, ana bətnində biz ürək qüsurlarını izlədiyimizə görə inanın ki, bir misal gətirmək istəyirəm. Bu yaxınlarda belə bir xəstəmiz oldu. Hamiləlik dövründə ananın çox kofe içməsi, kofe bildiyimiz kimi həm ana südü vasitəsilə uşağa keçir, həm hamilə qadında plasentanı, yəni cifti keçdiyinə görə uşağa birbaşa fetusa, yəni dölə təsir eləyir. Birbaşa qana işləyir. Bəli. Ona görə də bu kofein çox içən bir anada, ana bətnində uşaqda aritmiya aşkarladıq. Ürək döyüntüsünün 300-lərə qədər qalxdığını və məcbur anıya dərman başladıq. Buradan da hamiləliyin daha uşağın erkən doğulmasının qarşısını almış olduq. Bilirsiniz ki, erkən doğum özü də ürək xəstəlikləri üçün bir risk faktorudur. Və ona görə də bu kofe çox diqqətlə istifadə eləsinlər. Yəni özəlliklə də hamiləlik dövründə 200-300 millini, yəni bir fincanı keçməməlidir. Sonuncu mesajım isə xüsusən yetkinlik yaşına çatmış uşaqlarınızın yanında bu pis vərdişlərdən imtina eləyək. Həqiqətən də biz deyirik ki, bu vərdişdir, pis vərdişdir özdə. Bu pis vərdişləri necə uşaqların yanında edə bilərsiniz? Yəni çalışın ki, bu pis vərdişlərdən özünüz də uzaqlaşasınız. Əgər alınmırsa heç olmasa uşaqların yanında etməyin. Bəli, çünki uşaqların bütün təməl böyük yaşda olan bütün xəstəliklərin təməli məhz uşaq yaşından qoyulur. Ona görə də bütün uşaqların haqqıdır sağlam yaşamaq və mən hər kəsə sağlam övladlarına və valideynlərə sağlam həyat arzu edirəm. Təşəkkür eləyirəm. Və mən buradan bütün bizi izləyənlərə demək istəyirəm ki, bütün hansı bir suallarınız, yəni bizi izləyəndən sonra hansı bir suallarınız, rəyləriniz, təklifləriniz varsa, bizə Instagram vasitəsilə səhifəmizi izləyin. Öz suallarınızı orada bizə birbaşa yaza bilərsiniz, şəxsiyə və yaxud da YouTube kanalımızı izləyirsiniz, abunə olursunuz, bəyənməyi də unutmursunuz və əlbəttə ki, öz suallarınızı qeyd edə bilərsiniz.
bilərsiniz. Sonda qeyd etmək istəyirəm ki, bugünkü qonağım uşaq kardioloqu Aysel xanım Məsimova idi. Təşəkkür edirəm dəvətimi qəbul etdiyinizə görə. Mən təşəkkür edirəm dəvətiniz görə minnətdaram. Ümidvaram ki, sizinlə yenə də görüşəcəyik növbəti çəkilişlərdə. Bugünlük isə bu qədər demək istəyirəm. Hələlik bu qədər. Ürəyiniz ağrımasın.